Bu ilin yanvar-aprel aylarında ikitərəfli ticarətin həcmi 1,4 milyard dollara çatıb ki, bu da təxminən 37% artımla yüksək dinamika tendensiyasının qorunması deməkdir. Bunu Çinin Azərbaycandakı səfiri Lumey beynəlxalq sivilizasiyalar arası dialoq gününə həsr olunmuş brifinqdə bildirib. O əlavə edib ki, Azərbaycana səfər edən Çinli turistlərin sayı artıb. Belə ki, bu ilin yanvar-aprel aylarında turistlərin sayında keçən ilin eyni dövrü ilə müqayisədə 70% artım müşahidə olunur. Vizaların qarşılıqlı ləğvindən sonra axının daha da artacağı gözlənilir. Səfir həmçinin bu həftə sonu Çin Komünist Partiyasının nümayəndəsi olaraq Yeni Azərbaycan Partiyası tərəfindən təşkil edilən beynəlxalq partiyalar arası konfransda iştirak etmək üçün Şuşaya səfər edəcəyini qeyd edib. Çin Azərbaycanın 4-cü ən böyük ticarət tərəfdaşıdır. İdxal ölkələri arasında isə 2-ci yerdədir. Ölkəmiz həmçinin Azərbaycan məhsullarının Çin elektron ticarət platformalarında satışını dəstəkləyir. Hazırda ölkələrimiz yaşıl enerji, rəqəmsal iqtisadiyyat, infrastruktur kimi sahələrdə əməkdaşlığı artırmaq üçün birlikdə işləyirlər.